Dostlar, 90% şəxslərdə qarında şişkinliklər var ha. Hamısı bilirsiniz nədəndir. Bax çoxsundan soruşuram, deyir ki, mən səhər günorta yemirəm, axşam bir dəfəlik yeyirəm. Ya da ki, səhər axşam yemir, günorta bir dəfəlik yeyir. Sən düşünürsən ki, sən az yeyirsən. Qəti şəkildə dostlar, qəti şəkildə bədən bunu hamısını qəbul eləmir. Yəni hamısında da yağ yoxdur ya, amma şişkinlik var. Əli vurursan qayıdır. Səbəb nədir? Bədən bunu hamısını götürmür. Sən yeyirsən, həzm də getmir, üstündən də su içirsən, qalmısan yerində tərpənə bilmirsən, həm də başdan gəyirməyə. Belə bir şey olmaz ya dostlar. Qəti şəkildə deyirsən ki, mən eybi yoxdur, çörək yeyim, amma bir dəfə yeyim. Bu həzmə getmir, qalır mədəndə, o da sənə şişkinlik verir. Başa düşdüm, kalori baxımından sən az qəbul elədin, misal üçün. Amma bu getmir axı, sən üçünü sən bir gündə bir dəfəyə sala bilmərsən axı. Ən gözəl, yəni həzm üçün karbohidrat dostlar qreçkadır. Ondan yaxşısı yoxdur, deyirsən tez həzm olsun və qreçkanı. Amma ki, sən onun üstündə su içmə, qəti şəkildə su içmə. Görəcəksən ki, özünü necə rahat hiss edirsən. Bir daha söyləyirəm dostlar, çalışın, sağlamlığınızı qoruyasın. Hər kəsə uğurlar.